Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, ala göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, ala göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçib, yaşımı 20'ni adlayıb keçib, gözlüyə bilmirəm il qanoyalım. Özün dərdlərini bil qanoyalım. Ay maşallah, ay maşallah, ay maşallah. Məhəbbə, Bəli, ağac uçarsan eləmə. bəli. Xeyr ola. Hardan gəlirsən sabahın gözü açılmamış? Sabahınız xeyir olsun. Sabahın xeyir. Maşallah, nə tez yıxıdan durursunuz sabah. Az məni boş bırax, sən hardan qaçırsan, gəlirsən Mən belə? mi? Kimdən qaçırsan? Qaçıram mı? Kimin dalca qaçırsan? Kimdən mi? Eləmi? Yox. Hə. Ay. Seyda xanım, Hə. kimdən qaçacağam ki? Nə bilim vallahi. eybim var ki? Mən səhərlər idman eləyirəm, idman. Sən Allah. Bəli, görmürsünüz? Bir ayın içində nə qədər arıqlamışam. Buna bax, buna bax. Hələ paltarı geymişəm. Buna bax. İndi sən deyirsən arıqlamağın idmandandır. Bə nədir? Sən dedin, mən də inandım. Nədəndir bə? Deyəcəyəm nədəndir. Yeri get, qanlar üst-üstə yığılıb. Yeri, mətbəxdən aləm deyib bir-birinə. Yeri. 1, 2, 3, 4. 1, 2, 3, 4. Qabları yumağa gedirəm. Ha kardeşim ha. Salam aleyküm. Salam aleyküm. Bir saniye. Ha. Eşitirsən beni? Bir de salam aleyküm kardeşim. Siz elan vermişdiniz ki satış meneceri axtarırsınız. Tapmamışsınız hələ. Heç ehtiyac da yoxdur mənim qardaşım. Məndən yaxşı satış meneceri olsa siz tapan deyilsiniz. Qardaşım bax mənim adım Bakirdir. Bakir. Bakirdir. Ha, bax gördüyüm hər şeyi satıram. Hələ indiyə kimi elə bir şey olmayıb ki, mən nəyisə beynimə salmışam, onu sata bilməmişəm. Yəni həyatı boyu belə bir şey olmayıb da. O bit pazarı var ha. Ay sabah. Ora bezib mənim əlimdən. Həri. O da gördüyüm hər şeyi satıram da. Mən deyirəm ki, bir dənə belə istedaddır da bu. Mən malı elə tərif edirəm ki, malın yiyəsi özü şoka düşür. O hayır. Necə? Yox, heç yerdə işləməmişəm. Yox, öz malım, öz başım. Onun üçün gərək hardasa işləyim. Satıram da mən bunu satanıyam ha. Mənim bu həyatda elə bir dostum olmayıb ki, mən onu satmayayım. İndi bir dənə söz soruşunda siz nə satırsınız? Mebel. Lap yaxşı, mənlikdir. Onu satmaq mənlikdir. Saat neçədə? Bugün. 3'də? So, mən 3'də oradayım. 3'də oradayım. So, danışdıq brat, danışdıq. Karoçi, saat 3'də oradayım. Oldu. İyi də. Bircə bu işimi qursaydım, mən bunlardan canım qutarardı mənim. Yoxsa nə bilim, o ağacın dibini belirlə, bu ağacı sulu, orada petruşka, pərpətöyün, kişniş, mişniş ək. Öz ağlım, öz başım. Bakir ağvaratnikdir. Ofisdə oturmalıdır. Siyah. Salamatçılıqdır. İnşallah ki salamatçılıq. Sağ ol, çox sağ ol. Allah səni saxlasın.
Məbəd. Bəli. Yaxşı da adaydı. Nə yoxdur. Sən ölənlərin yoru. Necə oldu ki, arıqladın? Sevda xanım, yaman mənə şəkk şübhə eləyirsən ha. Çox. Deyirəm ki, qaçıram da. Fəaliyyətdəyəm. O konfetlər bu yana ötürü görüm. Az. Qaçıram da. Biz də bilirik, cəmaat bir parça çörək pulunun dalıcan qaçır. Amma sən 2 aya dönəsən bir dənə əl quşuna, qaçmaqla. Az yaxşı, az. Əl quşuna bax. Hə. Ay Sevda xanım. Nə var? Qaçıram, amma təkcə qaçmaq deyil ha. Nədir Həm bu? də qaçıram da, həm də qaçıram. Başa düşdük də. Həkim məsləhəti. Bəli, məsləhətdə də onun razrezi 2 tərəfli olur. Bəs nə? Sən Allah. Deyir, həkim onu yeyirəm. Deyir, yemə, yemirəm. Bu arıqlayan müğənnilərdən mən nəyəm əksikdir ki? Mənmi? Başarmaram mı? Bir də baxdım ki, qarderobumda paltarlarım mənə gəlmir. Harunda? İndi nəyim varsa kasıbın olanından. Yoxsun, paltarların yanı sənə gəlmir. Hə, paltarlarım mənə olmadı. Onda mənə danq elədi ki, məhəbbət stop, dayan, çək sağa saxla. Sən məndən yeyəndə çox yeyirsən, az mənə gəlmə. Mənimmi? Hə. Ağzım mı? Hə. İşləyirmi? Hə. Siz çoxdan da mənim ağzımı güdmürsünüz. Mən 24 saat ilə səni güdürəm. Yeməyə çoxdan boşlamışam. Qəşəng həkim var. Məsləhətləşdik. Nə dedi elədim. Kişi qızı kimi nə dedi elədim. Nədir də? Dedi yemə. Nə yemə? Onu ye. Kimi ye? İndi yanına getmiş olsaydınız, o həkimi tanısaydınız, siz də arıqlayardınız, amma sizdə alınmaz. Niyə? Çünki siz şirniyyasız qalanmırsınız. Qabı elə doldururam, üzümə bilirəm yoxdur. Az gic danışma günə. O sevgidir kaşalot. Hə. Sümür stolu. Mən şirini yiyənəm. Yox. Sənin canın üçün yox. Mən axırıncı dəfə deyəsən şirinini xına yaxtında yemişəm. Hə. Sənin canın üçün deyirəm. Hə. Ola bilərmi siz duzlu ilə şirinini səhv salmısınız? Sizə elə gəlir ki, axırıncı dəfə xına yaxtınızda yeyibsiniz. Dəli özünsən. Nə? Əlinizdəki də turşu xiyara oxşabır da. Sürətli yeriş. Əvvəli yaxşı başladı, getdi çəkilər, sonra dirəndi. Yay başlayır. Özünə çəki düzən ver. Sevgi, ağzı qıfıl taq, bəs yedin. Az yedin, yürüyüş elə. Bu gün nə günü deyə belə? Məhəbbət tezdən durub qaçır. Hulusi də göyə qaçıranma yeriyir. Yiyəndə az qalan mənə də yesinlər. O da az yiyin, az gözündə. Sabahın xeyir. Gözəllər gözəli. Bu sən ki artıq çəkin yoxdur. Sənə kim qızışdırıb salıb çöllərə? Hə? Sən iynənin ucundan keçərsən, Sevgi. Bakir, vaxtımı alırsan sən mənim. Biraz da belə ət tökün danışqınla daha çox arıqlayacağım. Çəkil oyuna. Ayda, bunlara kompliment də demək olmur. Demirsən, sonra deyirlər ki, diqqətsizsən, deyəndə də belə. Özüm önüm düz deyiblər. Qadınlar özləri də nə istəyirlər bilmirlər. Qalmışam evdə 3 dənə zənin xeylağın arasında. Fırran bala, fırran özünüzü. Fırran görə yaxın hara yeyibsir, fırran. Axır zamanlarla piçon yeyə bilmirəm ki. O dəqiqə vurur məni. Mən kimi iştahdan kəsilmişsən. Hə, belə bitər olmuşam.
Ağa, hı? Çöpə dönmüsən, ne xəbərin var? Çöpə dönmüsən, əməlli başlayır. Sən can neyinirsən? Nə ayırırsan? Amma mən görmürəm, bu qaçmaqla deyil axı. Belə bir şey yoxdur. Elə bir qız pevodiyuma çıxacaq, moda göstərəcək. Kiminlə bəhsə girmişsən belə? Kiminlə belə, yəni məqsədin nədir, nöşbər eləyirsən? Ay, heç dəxli var, nə məqsəd? Niyə dəxli yoxdur? Var dəxli. Belə podiuma çıxaram da. Belə gəzərəm də. Belə bəzənib düzənərəm də. Kimdən əksiyəm ki? Görən görsün, görməyən yenə görsün, paxılımı çəkənin də gözü çıxsın. Amin. Mən də onu belə qəşəngcənə, belə şəkildə çəkirəm. Belə gedirəm, o bu marketə gedirəm. Belə alış-verişimi Əcəb eləyirəm. eləyirsən. Məktəbə gedirəm, məktəbin həyətində gəzirəm. Belənçi şəkillərimi çəkirəm. WhatsApp-a profilə zada qoyuram. Kimi sevir, söyünür. Kimisi sevmir, paxıllığından ölür. Ölsün də, kim eləyir, özünü eləyir. Mən də özümü eləyirəm. Ağız məşhur artistlər bu qələt eləmirlər. Sən mənə bir şeyi başa sal görüm ki, sən buna bax. Bir sabah kölgəsi qalacaq. Deyəm, dəqiqə, sən Allah, hələ enli geymişəm, deyəm bir dəqiqə. Talyama bax. Bax. Canım üçün bir sabah mənim talyam oxşayacaq, sənin də talyon. Vallahi. Oldu da. Kimə, sən bu bəsi kimə eləyirsən? Kimə bəsə bəs gəlirsən? Qüdrətə? Xətəkar. Qüdrətə, hə? Qüdrət var. Onu Allaha tapşırmışam. Tapşırma. O məni belədən beləyə, belədən də beləyə bir yandırıb töküb. Onu gətizdirəcəm, qapının dalında saxlatdıracam. Burada. Yandırıb yaxacam. Yox, qapının ağzında yox. Yanmasa məsələsi olmasın qapının ağzında. Daxildən yanacaq o, özü yanacaq. Od verib odlanacaq. Hə, sən odlama. Öz də belə güllə müllə yola gələsi. Yox, güllə dağı. Zəng eləyəcək, telefonu açmayacam. Açma. Yazacaq, WhatsApp-a baxmayacam. Oldu. Görərsən. Əcəb eləyəcəksən. Əcəb eləyəcəksən. Səndən analar doğmayıb, onu mən demişəm də. Sən mənə axı demədin axı deyə. Qoy da olar, qoy bir qağa gəl otur bir dağa görüm. Yaxşı. Getdin. Bir gün itdin. Düdün evlənib, Qüdrət evlənib. Sonra qəfildən gəldin. Nə oldu? Nə məsələ idi bu? Nə evlənmə idi? Bu nə idi? Ay yox, dedi öyrənməmişəm də. Kim o? Qüdrət. Bu nə həm gəldi? Dedi, burada elə belki propiskaya düşmək üçün Babulya ilə Zaksa girmişəm. Eləcənə. Deyir, burada hamı belə eləyir. Başqa cür uçota düşənmək olmur da. Babuyla ilə. Hə. Zaksa. Sən də inandın? Yox. Bu ayda bir 1000 manat sənə göndərir. Ay onun başına dəysin göndərdiyi pulu. Mən ona pul mu deyə üzünə mi baxaram? Rədd olsun. Onun olsun Babulya ilə. Elə onun o Babulya ilə Zaksını hələ onun burnundan gətirəcəm. Deyəm. Məsələnin əslini öyrənmək üçün, sən ayırt elə gör, babu ilə qız uşağı idi ya yox. Ay Allah. Heç Qüdrət özü ora gedib çıxanmayıb. Mən bu söhbəti nətər öyrənəcəm? Öyrən. Öyrənsən bütün kartlar açılacaq. Mən sənə sözlü deyirəm. Hiss olunur da, hiss olunur. Ayda 3 ildir giymirəm paltarları. Baxım. Demək, hansıydı? Bir dənə şortik. 3 dənə koftaydı. Dəqiq yadıma gəlir. Amma niyəsə görmürəm. Hanı mənim paltarlarım? Ayda ən sevdiyim paltarlar da onları 3 ildir saxlamışam ki, onları mən indi giyinim. Hanı paltarlarım? Görürsən, Sevda verib onu qohumlara. Ayda rayondakı qohumlar bəlkə də götürüb. Götürərlər də üstü brend paltarlardır.
Gedib əyinlərindən çıxardaram da onları da. Bütün əsəbləşdirirlər yenə məndə. Diyanı əlim ayağım ətir bütün. İnanmıram ha, inanmıram ki Qüdrət o arvadı boşaya bir də qayıda. Qeydməz. Mama! Şeyi götürməmişəm. Mama! Nə qışqırırsan ağa? Dəlisən? Mənim 3 ildir giymədiyim paltarlar hanı? Hə? Bax, koftalarım, o bahalı brend koftalarım, şortiklərim, şalvarlarım nağdı yoxdur orada. Bax. Göndərdim rayona da. Olamsa sən giymirdin ki. Mama əvvəl giyinmirdin də, indi arıqlamışam, indi giyinirəm də. Niyə belə edirsən axı? Ay bala qoymağa yer tapılmırdı. Bilirsən Göndərdim adına rayona. pul vermişəm. Kim az? Mən. Sən pul vermişsən. Yalançının atasına lənət. Özü yad adam ben verməmişəm ki. Əmin qızlarına vermişəm. Ondan sonra bibim qızlarına vermişəm də. Kasıb adamlar, savabdır. Qoy giysinlər, olsa giymirdin ki. Mama mən deməmişim niyə verirsən? Paltar mənimdir ya sənin. Özel rayona yaraşır Başla mən. indi sən ha. Sən də ki elə vurursan edib məni. Rayonda elə şey qoyurlar, şortuk belə giyinsin. Git şu qərib. Mama sən... Üzr istəyirəm amma getdikcə lap belə başını itirirsən. Başını itirib sən aton qohumları. Başda sənin aton olmaqla. Ağzıma gələn danışma. Elə Sana demək mini istəməm. sən təpimin altına ya. Savabdır olsun. Qoy giysinlər də. Mama konkret kimə vermirsən? Bibim qızlarına vermişəm, əmin qızlarına vermişəm. Öz qırılmışlarına vermişəm də. Kimə vermişəm bəyəm? Deyirəm mənə kimə vermirsən, mən zəng edib. Qoy da zəng edib onu sor. Ağac deyən indi onlar Deyirəm- çoxdan onu təşə eləyiblər. Dağıdıblar. Dəlidir də gül başda. Məhəbbət. İnan acından ölürəm. Sevdanın o qara ekrasından ver bir iki qaşıq yiyeyim. Hə. Başın xarabdır. Dur. Ay, Sevdanın ikrasını yemək olar. Başın çatır səni. Ne var az burada? İkradı da. İkradı da. Ne var burada? Burada şimdi bir evde kalmırıq. İndi bu ne ayrı seçkin etdi ki? Bir adam ki kızıllarını, brilyantlarını ortalıkta bak bu qazıl qabın içində gəzdirsin. Bir qaşıq ekran nədir ki onun üçün? Allah bak külümü koyun başına. Ya. Kızıl kapı değil. Diş çöpü kapıdır. Nədir? Be. Tüm böyle. Gör adam nədir ki? Bu какой-то zıvaçiskanı saxlayıb qızıl qabın içində. İndi bir də ekran söhbətini eləyəsən. Məhəbbət inan beynimə girib ölərəm o ekrandan yeməliyəm. Ay. Sen başın xarabdır. O Sevdanın özündən icazə alım sonra da. Nə? Sevda her səhər xaladelnik açır, bir dənə qızıl tərəzisi var. Onunla ölçür, sonra yer. Onun üstündən bir qaşıq götürsən, aləmi qatarı. Bu pomidor yumurta deyil, məddən səpərə. Birdən ki ikra yeyibsən. Məhəbbət inan ölürəm, elə şişirəm ki o günləri gözümün qabağında yedi. Bir qaşıq təklif eləmədi ki, Bakir, adamsan da gələ bir qaşıq da sən ye. Məhəbbət çəkil özüm götürəcəm. Bir qaşığa bax. Yox. Bir qaşığa bax. Ay sən indiyə kimi ikra yeyibsən, ikra görübsən. Sən bilirsən ikra nə deməkdir? Bir çimdik bilirsən neçəyədir o? Yox, mənə dəxli yoxdur. Bir qaşıqla nə olacaq ki? Durub hesabı, sayır ekranı bir. Ay sayır da sözü. Ay məhəbbət, Səhər deyir, yox, elə şey yoxdur. Bir dəqiqə. Özün gedərsən, zəhmət çəkib işləyərsən, qazanarsan, gətirib yeyərsən, onda daha da dadlı olar. Bildin? Sevgilim, ay başım. Mama, mən səni gözləyirəm. Deyirəm kimə zəng eləməliyim? Zəng eləyim deyim gətirsinlər Bu paltar. səni dəng olasan elə. Dəng olasan səni. Az məni biyabır eləməklə, məni yüngül saqqal eləməklə. Camaat deyir bunun başı xərəbdir, anasının başı xərəbdir, bizə paltar verir, ondan sonra geri istəyir. Ayıbdır sənin üçün. Yox, heç əyib deyil. Heç elə bir şey də deməyəcəklər, elə bir şey də fikirləşməyəcəklər. Mən deyəcəm ki, narahat olma. Mən deyəcəm ki, səhvən belə göndərmişik ümumi paltarları yığanda, o da səhvən gedib. Zəhmət olmasa onları gətirin, mən sizə başqalarını verərəm. Mən indi belə camaatın qabağında yüngül saqqal eləyəcəksən. Mən indiyəcək kimə verdiyimi dal almışam. Ayıb deyil. Ayıb yoxdur, yaxşı. Mən sənə pul verəcəm, gedər sözün üçün nə istəyirsə alarsan. Mama, yox. Mən imunla onu istəyirəm. Qara ox. Xeyr ola. Xeyr ola mama.
Heç məni yolda görəndə heç salam vermirlər. Üzlərinə çörürlər, paltar giyməyə gələndə brenddə onlar yaxşı bilirlər. Sırazu götürdülər, əldən qap. Sırazu giyindilər. O sevgin paltarda heç veclərinə döyür. Heç o şeyləri demirsə qohumların bığı burmalar. Adıma mindən söz çıxartmır. Sevgi belə sevgi elə. Elə olanda şey olmur. Amma uşaqlar götürsün paltarlarını giyindirsinlər. Heç problem yoxdur. Əyib deyil sənin üçün. Cavan qızsan, danışıqla bax ki, nə? Gör nə danışır? Qoca arvaddan, qoca kişilərin sözünü danışırsan. Başı xərəbin qızı, başı xərəb. Əyib dögül. Onlar mənə nə deyərlər sonra? Deyəcəklər, bir nəvəri sabahlar götürür dala. Bir gün çox fərli idi elə. Getirdi, gəldi mənim başımın altına pul qoydu o vaxt indikindən uzaq xəstə olanda. Ondan sonra gəldi ki, əlim aşağıda pulu verginə. 5 qat artığını qeytərdim ona. Mən bir yerinə qoyursan. Nəysə mama, sözü fırlatma, mənə dilən tez olar. Tez elə dilən kimin nömrəsidir ki, mən zəng edeyim ona tez paltarlarımı istəyim, tez elə. Ay Allah, bu nə zülümdür, mən düşmüşəm. Mən eləyəcəm. Mən beynimə qoymuşam, mən onu eləyəcəm. Qələt eləyəcəksən. Başını da daşa döyəcəksən. Sən adam balası kimi deyirəm ki, mən sənə pul verəcəm, gedəcəksən, nə çox istəyirsən, alıb giyinəcəksən evə. Artıq dindirmə, mənə başım ağrıyır, davlenim qalqır. Eləmirsən ki? Yox. Yaxşı. Mən də gedərəm, 2000 manatlıq shopping eləyərəm, heç uf da deməyəcəm. Neyim? Onu da eləməyim, ben niyə yaşayıram kimi? Bildiyin qədər çəkəsən elə. Çəkəsən bildiyin qədər. Tek uşaq belədir də. Erkeğin pilə-pilə ilə böyüdürsən, ondan sonra başında çınar ağacı əkir. O vaxt dedim Maqbetə. Dedim, adə gəl bir dənə də oğlan uşağı olsun da. Bunlar qoy qoşa böyüsünlər, qudurmasınlar, erkeğin olması. Dedi, yo, hələ tezdir. Nə tezdir? İngilisi taxta görmüşsün Şah Abbası Qundağda. Niyə tezdir? Sağ olmamış. Ay deyirəm, yox da. Ay, nə var Ay, deyirəm. Kala döndük ağzına boy. Ay, Ölüm mən. indiyə qədər ikra yeyirsən, ölməyibsən ki. Boy, sən ikra dadı bilirsən indiyə kimi. Vay mən sən başa düşmürsən. Bu adam hər gün gözümüzün qabağında, gözümüzün qabağında oturub onu qaşıq-qaşıq yeyir. Adam bir təklif edə bilir. Bu bir yetim burada şişib ölər axı. Məhəbbət şişərəm mən. Məhəbbət mən yetim adamam, xahiş edirəm. Ay, o sənə bir çimdik. O ikradan denən verə bilər, verə bilməz. Çünki o bir çimdik ikra bilirsən neçəyədir? O zaman üçün nədir ki o? Qızlar! Məni qınyan. Ay, ilanlar səni boğmalasın. İlanlar. Məhəbbət, bax gecə səni yuxuda ilanlar boğar, məhəbbət yuxuma gələrlər. Mən yetim adamam. Ver bir qaşıq o ikradan öldüm mən burada. Ay, zəhmət çəkərsən, gedərsən, işləyərsən, alıb götürərsən, qavağına qoyarsan, qaşıq-qaşıq yeyərsən. Bax, onda o ikranın dadını biləsən, onda dadlı olacaq. Müftəman şirin olur, başa düşmürsən, dadlı olur. Onu mən özüm qazanacağımsa, onu mən yaxala delikə qoyuram. Bütün gün oturub tamaşa edirəm də mən o ikraya. Ay, mən Allah maniyə ölüm vermirsən. Deyirəm ki, özündən icazə alacam, sonra qavağına qoyub zəhərlənərsən. Qaqan qurma, şişərəm, nə olur, bircə qaşıq. Deyirəm icazə alın, sonra yeyərsən də. Yaxşı, gözləyirəm sabahı. Bu nə ikra sevdasıdır. Əncə toyundan zaddan da düşmürə gedək, o ekranı şor kimi yiyək toyda. Ayda. Gedək, gələ buradan. Yo, acaba mənim neyim olasın? Mən paltarlarımı götürüb gedim. Alo. Salam. Necəsən? Qara pis-pisa. Heç nə. Eşitdim, mama paltarlarımı sənə verib. Yəni, mama verib də, yəni sən niyə götürürsən? Sən özün çox gözəl bilirsən ki, mən brend giyinirəm də. Yəni, mənim şortiklərimi, köynəklərimi seçib götürmüsən özdə. Özün... Hara giyinəcəksən? Mənə çox maraqlıdır ki, o köynəklər sən hara giyinəcəksən? Vallahi mən bunu oğulluğa götürərdim. Yaxşı oğlandı. Nə bu sevginin dərsini verərdi. Onun öhdəsindən gəlsəydi bu gələrdi. Amma oğulluğa götürməyə də ki, bunun yaşı çoxdur. Az deyil bunun yaşı. Hər vaxtınız xeyir olsun, xəbərlər efirdədir.
Boşanandan sonra məşhur Hollywood aktyoru Ben Affleck Jennifer Lopez'i milyonlarla dollarlıq hədiyyə ilə təəccübləndirib. Xarici media istinadən verilən xəbərə görə söhbət keçmiş həyat yoldaşlarına məxsus evdən gedir. Hələ evli olduqları müddətdə cütlük ailə evini 60 milyon dollardan çox pulu alıb təmir etdirib və həyatlarını orada qurmağı planlaşdırmışdılar. Lakin bu baş verməyib, çünki onlar boşanıblar. Ben Affleck və Jennifer Lopez malikanələrini satmağa çalışıblar və hətta qiyməti xeyli aşağı salıblar. Lakin alıcı tapılmayıb. Keçmiş həyat yoldaşlarının əmlak bölgüsü müqaviləsində dəyişiklik etdiyi öyrənilib. Məlum olub ki, aktyor 10 milyonlarla dollar dəyərində olan əmlak payını keçmiş həyat yoldaşına hədiyyə etmək qərarına gəlib. Ben Affleck bunu pul almadan edib. Budur bax, bax. Bu nə gözəl boşanırlar. Belə heyfdir belə boşanmaq. Nə bir-birinə şər atırlar, nə bir-birini qırırlar, nə bir-birini məhkəmədə üzünə cırmaq atırlar, nə şər atırlar, nə ailəyə zəhnin xeylarları qarışmır məhkəmədə, nə Instagramda bir-birinə dişin dibindən çıxanı demirlər. Qardaş, rahat, sən ki səndə, mən ki məndə. Nə aliment söhbəti var, nə aliment deyəndə ki, bunların uşaqzad olmadı da bu 2 il ərzində. Amma mən bildiyimə görə bunlar illər əvvəl evli olublar, rəsmi. Alınmayıb, boşanıblar. Elə bir ki, Jennifer Lopez o qədər növbədə duran adam var ki. Yəni, gözləyirlər ki, boşandığın dəqiqdə heç kim yoxdur ki həyatında. Naxadı ha, heç uzanmır da, yəni 2 vur 2 üzü hazırdır. Elə bir ki, bunlar boşanandan sonra Jennifer Lopez 2 kuruq gedib ərdə olub, sonra boşanıb. Boşanıb bunlar bir-birini görüblər, deyib ki, sən də boş, mən də boş. Yəni bu niyə uzadaq ki? Temboli biz bir yerdə ailə qurmuşuq, bir damadda yaşamışıq, yenə də evləniblər. Hə, lap yaxşı. Evləniblər. Özdə bunların deyir, boşanmalarına səbəb bax, kəskin surətdə fikir ayrılıqları. Biz hənizdir, bunlarda o qədər evlənib boşanmalar olur ki, bunlar çox təcrübəlidirlər. Başa düşürsən? Bizimkiləri qınamayıb, həyatlarında bir dəfə evlənirlər, bir dəfə də boşanırlar. Bilmirlər axı nəyi necə eləmək lazımdır bu. Bunlar 2 dəfə yenə elədilər, boşandılar. 60 milyon dollarla bir-birinə ev verir. Niyə münasibətlər saxlayırlar? Bilmək olmaz. Bir dördüncü Jennifer getdi, 1-2 kuruqda fırlandı, yenə də birləşdirlər. Burada nə var ki, bu müğənni, bu aktyor, yollar kəsikir. Vallahi yaxşıdırlar bunlar. Özüm ölüm. Nə gələ? Nə bir-birini döyməyək, nə söyməyək, nə ər-arvadı tutturmur, nə arvad əri tutturmur. Gül kimi boşanıblar, yəni nə olsun? Birazdan yenə mənə belə gəlir ki, bu şeydir, bu Jennifer Lopez'la bu 2 dəfə boşanıb deyəsən, sonra təsdiqlərinə yenə barışıblar. Bu Ben Affleck'dir, sonra o getdi Antoniyə. Bu Antoniyə getdi sonra bu Jennifer, sonra ondan sonra bir 5-6 ay getdi, sonra təzdən bunu ilə barışdı. Affleck'lə barışdı. Nə olar? 60 milyonluq öyü götürüb bağışlayıb arvadına. Onu bizimkilər eləyər. Ay, 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 ay. Nətərsən, necəsən, nə var, nə yox, təzə nə söhbət var. Gəl gedək görək, hansı məhsulda indirim var. Sən beləsən də parmağın altına qoysan ona indirim var. Getdikcə. İlklər, üstünlüklər, təşbeki ötürün, səbəti bölüşdüyüm məhsullara endirim. Dolu dolu vitrin, dolu dolu vitrin, qonşu vardı hətrin. Sürətli bonusu üçün ödənişi seçdin, sən vəli tabaq keçdin. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus, oba plus. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus, oba plus. Oba plus, o da plus, bu da plus. Bu da plus, o da plus, oba plus. Bir nəçməndə vanların sinaflarında. İndi gəl görək bu alış-verişin qiyməti haqqı hesab nətər olur. İndi pikdədir, zirvə görünməkdədir. Alış-veriş çəkdədir, qazancı kəşbəkdədir. Kəşbək əldə etməyə Bu məhsullar onsuz da indirimdə idi. Mobil
Tətbiqdən keçəndən sonra daha da indirimli oldu. Ay sıx ol. Sağ ol, salamat qal. Amma sənə bir şey deyim. Sən bayaqdan kiməsə oxşadıram, tapamıram. Kiməsə oxşayır? Hə, tapdım. Van Damme. Torşunu Van Damme'ın özüdür. Deyirəm axı, oxşayır. Bu biraz qarayanızdır prosta. Sevgi. Ne oldu bu? Qudurmuşluğa bax. Ne oldu? Ha, mənim paltarlarımı götürməyi bəs deyil. Hələ mən bir trip də atırım. Mənim üzümə ad boy verir. Eyb yox, nə olar? Hop. Böyle de ki sana paltar qəhətdir. Amma sənin bir söz deyim Sevgi. O adam kimdisə, sən paltarını geyinə bilər. Amma sənin kimi daşıya bilməzlər. Bakı, mən başa düşmürsən, hə? Mamam bütün paltarlarımı yığıb rayona göndərib. Mən ona heç demədən. Başa düşürsən? Nə var, mən kökəlmişəm deyə bütün paltarlarımı aparıb. Ki, sənə enivi olmur. Mən 3 ildir giyinmirdim də onlar, nə olsun? 7 kilo arıqlamışam, biraz da arıqlayacağım. Həvəsən getdim ki, açıb paltarları götürüb, bu da belə. Hələ üzümə ad boy da verir. Belədir də, insanlar belədir. Üz versən, başına çıxırlar. Üst paltarları var. Bakır, yaxşı yadıma düşdü. Mamam deyirdi ki, sən mənim arada şalvarlarımı giyinirdin kök vaxtımda. Xeyirdir? Ay Sevgi, ama sana bir söz diyeyim. Eynime kutu kim oturdu ya. Bir günlük giyindim de. Daha götürmüşsün də, götürərdin də. Aa yok, dedim sonra öğrenceli olaram bu. Öyrəncəli olaram. Hələ hamımızın gözü brenddir deyə hamımız hələ götürün. Diye kişi de öldürüp evdir. Söydə xan. Ay, Söydə xan. Salam əleykum. Yaman, oturan yerdə yatırsınız, salamatçılıqdır. Başın xərəbdir sənin. Mənim mi? Nə var, nə işsən? Deyirəm, Söydə xan, olar mı bir şey xahiş edeyim? Aslında deyir, işləri qutarandan sonra gəlirsən ki, filan şeyi xahiş edirəm. Deyir, nə deyirəm? Zövqünüz gözəldir, komplektləriniz. Yaxşı. Maşallah, maşallah. Qabiliyyətdir. Partladan namazı bir də sən gəldin paraxodla. Deyirəm, olarmı ki, bu o gün ikra yeyibsiniz, baxıb, ağzı sulanıb. Elə uşaqda nəfsi belə yaman belə takılıb da, çox ağzı suludur. Belə elə yeyibsiniz ki, uşağın belə ürəyə axıbdana deyir, ola bilərmi ki, mən onu iyniyim? Çünki ömründə yemiyimi, ikrayı ömründə. Deyir, yəni, söhbət düşəndə ki, dost tanışı zadı, ikradan zatdan. Deyirsiniz, iyniyim, bilin ki, ondan nə iyi gəlir da. Bakirdir uşaq. Hə. Eləncinin uşağı elə yerində boğaram. O mənim uşaq ağzımı güdür. Ona nə var, mən yiyeyim, mən də əlimi ağzıma aparmayayım ki, Bakir şişir. Adamdır da, nə olacaq? Güya onu iyniyəndə nə olur ki? Çox pis olur. Cəhənnəmə ki, ged o bir damcı dırnağınla, onun bir dənəsini götür, ver ona. Dardı getdi. Yox, o bir dənəsi onun dişinin dibində qalacaq da. Bilirəm də, bilirəm. Yox, sabah söhbət düşəndə heç olmasa desin ki, dadı necədir də. Vacibdir düşün. Bakir ağı ikrara. Heç dəxli var sən Allah. Bir qaşıq. Ha, ne oldu? Ne oldu? Danışdım. Ha, ne dedi? Dedi ikra yerine zak kutum yesin. Danışdım. Boy. Ne dedi de? İnan. Dedi, get ver yesin. Elə də dedi, amma dedi, bircə dənə şarik. Dedim, şariki yeysə,
dişin dibində qalacaq axı. O da dedi ki, bu saat dişimin dibindən çıxanı deyəcəm ona. Bax, eləcə də dedi. Dedi, zıqqım yesin, çor yesin, azar yesin. Gördün məhəbbət, gördün. Mən sənə dedim də məhəbbət. Mən sənə dedim ki, bu qaşığın ucunda yiyəcəm də bunu. Hardan biləcək Sevda? Ay, elə biləcək, elə iyi bilir ki. Niyə? Sən onu yiyəsən, sonra getsin sən polisə versin ki, ikramı yeyib. Niyə ikra olğusu adını, damğasını vurursan üstünə sən? Ha? Sən belə eləyinə. Eşitirsənmi? Bax, gör sənə nə deyirəm. Get girirən işə. İşdəyinlə. Avansını alıyla. Get ikranı, qoy qavağını yeyinə. Heç mənə də verməyinə. Onsuz da heç həkim də mənə qoymur yeməyə. Həkim deyir yeməklə. Olmaz. Niyə də? Görmürsən necə arıqlamışam. Bir dəfə qardaş olalı bəndə ağzını doldurub demədi ki, bacı, nə amma yaraşıqlanıbsan, arıqlayıbsan, fitsən, elə bir modelsən. Mən nəhaydə, sən nəhaydə məhəbbət. Bilirəm, modelim çatışmır mənim. Uy, səni yarıma, sayəni yarıma. Get girinən işə, al ye də. Al ye, ömür boyu gözü onun bunun ağzındadır, bax. Onun ağzındadır. Təbrikləri görmürəm. Bakir işə girir. Bugündən öz əlim, öz başım. Heç kimdən asılı deyil bu oğlan. Mebel mağazasının satış meneceri Bakir müəllim almışlar. Hayda, indi belə olar da. Adamın adamı olmayanda belə olar da. Eybi yok Bakir, eybi yok. Heç ürəyivə salıb eləmə. Səttin vəziyyətində zəng elədiyin adamların sən də zəngini açma. Həri. Açmıram. Hayda, bir nəfər səssizliyə, sakitliyə bax. Bu nə də? Bu cür iş tapmışam əmə. Bu cür... Bu görünmədir, bəlkə təbrik eləmək istəyir məni. Sevgi. Alo. Çox sağ ol, çox sağ ol. Sağ ol. İşə girmişəm də bəs. Hara? Mansarda gəlim. Nə olub ki? Yox. Yox. Gəlim, qalxıram. Kim görüm nə deyir abi? Ant verirəm ölüvün dirivin xətrinə, olub qalan hörmətinə, maqbetinə. Nədir ki, qaşığın ucundaca, verimca yesin, uşaqdır da, Allah yaradıb, nə olasıdır, ikradan. Bu dəqiqə maqbetin də ölsün, düzsün söyləyəcəm. Sənkində özmünkündə. Vermirəm. Mama. Nə var az? Təbrik eləyə bilərsən. Kimi? Bakiri, təzə işə düzəlib. Vay, ölmədin, ay məhəbbət, ölmədin, bugünü gördün. Halaldır, işə girdin. İstəyən sən həvsə bu kulağıma qışqırma qəz. Avara, yenə hara satacaqsən? Düz tapdın Sevda xanım. Satış meneceriyəm. Satış meneceri. Bu ne daş? Ne bileyim, sağ ol. Ürəksən də, ürək. Mamam, prosta bir dənə məsələ var. Bu gedib maaşının yarı avansını alıb, ona da gedib ikra alıb. Düzdür, mən dadına baxdım, ikradan əsər əlamət yoxdur. Bakı nə bilsin ikra nədir, qınamıram. Bir dənə sən də dadına baxardın, bir deyərdin də bu ikradı yoxsa yox. Sən dadmışsan da. Yox, sən də bax, sən bilənsən axı.
Bakir, ikra. Özdə qara ikra. Hay aslında səni yer. Sən can deyən görün bu nədir. Deyən bir imkan verginən. Andıra. Ben açım da vermən açım. Aa, Belə iyindən biləcəksən. Təzə deyə ona görə. bu ne dağız? Bu ne dağız? Bu ikradır, böyle ikra olar da, külbaş. Uzaktı be, pakrışkadı be. Ne iyi da, sen gördün, iyini hisseledin. Gedib özün kimi maşenniklərə rast gəlibsən. Vay vay vay. Bu da sənə kapak. Bu da sənə kapak ama günah bundadır. Bir qaşıq o ikradan niyə vermədin sən ona? Bir dakika ne pakrışka ne danışırsın sen? Abi ben bunu 100 gramına 300 manat mı vermişim hemen? Kül deli başıma. Baştan xərəb. 300 manat pul ver bir. Üf. Eşkin məhəbbəti düşüb canıma, ala göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, ala göz yaşını sil qanoyalım. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı bitdi.